Salam. Nə qəşəng tərzimiz var. Həyat bizi vada verir, həmişə bizdən qəşəng olmalıyıq biz. Adınız nədir? Adım Arifdir. Azərbaycanlıyam. Bakıda doğulmuşam. Bakıda da həyatımı axırınacan yaşayacağam. Arif dayı çoxdan istəyib də eləmədiyiniz bir arzunuz var. Bəli, mənim arzum odur ki, mənim o gözəl bədənimə, gözəl nəvələrimi həkk eləmək istəyirəm, adlarını. Tatu vurmaq istəyirsiniz. Bəli. Gəlin belə bir şey eləyək. Mən bir dostum var. Mən indi sizə təklif eləyirəm ki, mən sizi götürürəm, gəlirəm o dostumun yanına və biz o tatunu bu gün həyata keçiririk. Çox gözəl olardı. İndi gedək. Bəli, gedək. Gedək. Çoxdankı arzumuzdur. Bugün arzumuz yerinə yetəcək, söz verirəm sizə. Və beləcə tamamilə tanımadığım 73 yaşda Arif dayını tapdım və apardım tatu ustası İsmailin yanına arzusunu həyata keçirməyə. Arif dayı studiyaya daxil olur, İsmaillə əl sıxır. Necəsiz, qardaş? Nəyək? Məncə eləyək. Məncə də eləyək. Həyatımda elədiyim ən spontan hərəkət ola bilər. Arif dayının nəvələri. Başlayırıq eskiz seçimində. Mən deyirəm biraz cool olsun, dayı deyir biraz sadə olsun. İsmail isə aramızda ortaq nöqtə tapmağa çalışır. Eskizin hissələrini bir-bir yapışdırıb baxırıq. Nəhayət ki, hamımız bəyəndik. Başlamaq olar. Burada şey yazmışdım. Mən birinci Lübovum, Tanya. 17 yaşım var idi onda. Tanış oldu bu vaxtı. Amma silinir hər şey zamanla. Yox. Yəni boyutanya vaxtla Yox, beləcə silinir. Yer hazırlanır, əlcəklər taxılır, boya qabına tökülür. Mən otağın bir küncündən o birinə gəzirəm. Arif dayı isə arzusunu həyata keçirməyin eyfariyasını yaşayır. Ağrımır. Sevgi olan yerdə heç də ağrımır. Sevgi olan yerdə ağrı olmamalı. Ağrı varsa sevgi deyil. Beləliklə tatu hazırdır. Mən diqqətlə baxıram, bunu etdiyimizə özüm də şokdayam. Və sonda güzgünün qarşısına keçirik. Zordur. Bu videoda tatu sadəcə şəkil yox, insanın öz seçimləri üzərində söz haqqıdır.